Hardayım, harda gene Xırdalanında sizin karşınızda. Bizim bu durduğumuz yer var ha. Bak buradan avtobus geçir. Marşrut gelir keçir. Çok güzel yerdir. Bu bunun həyətidir. Həyətinə avtomobil daxil olur. Həyətə saxım olur. Kebab satıyor. Usturmiz de var. Bu bunun kombisi. Kombidə qalır. İçi düzəldir, qəşəng. Buradan daxil olan kimi burada kaladokka bir yerdir. Burası sanuzirdir. Bu sanuzirlə baxın. İçeri giren kimi sol tarafta kukuna. Ev qoşa daş. Ev o qədər səlik qaldı ki, Şəxsi ev. Şəxsi ev. Yiyəsi xariciyə getdiyinə görə evi satır. Sağ tərəfində zal, yekə bir zaldır. Bəh, böyle gözəl evdir. Salı gör nə boydadır. Bu bunun ikinci otağı. Bura bunun üçüncü otağı. Bak bu üçüncü otaqdır. Her tarafı penceredir. Işıklıdır. Bu da bunun dördüncü otağı. Şəxsi ev, özünə tikilmiş, gözəl bir mənzərəli yerdə. Adam belə bir yerdə avtobus qapının ağzından girən yerdə o qədər gözəl. Qiyməti cəmsi 72.000 manata deyilir. Evdə nə görsünüz, Ne görsün, bütün hamısı əşya var. qalır. Pal-paltar götürülür. Bir tane burada paltarın götür, çıxıb gedir. Qutardı getdi. Gəlin yolunuzu gözlə. Allah hamıya belə evdən qismət eləsin, biz də onun içində. Amin Rəbbil aləmin.